xəbəriniz yoxdur, amma sizə baxmayacağınız bir YouTube videosu çəkdim. Niyə baxmırsınız ki? Neyse, bu ay çox pisdir, sizi də günahlandırmıram. Yəni həmişəki vaxtda, normal vaxtda video atmışam və sıfır baxış. Sıfır deyəndə yəni 77 falan. Belə olmurdu, belə olmamışdı. Yəni nə olur bilmirəm. Neyse, mən biraz depressiyaya girmək üzrəyəm. Ona görə bu ayı biraz gözəlləşdirməyə çalışıram. 2 günümü sizlə vloglayacağım. Belə. Bu qədər. Bəlkə siz də depressiyadasınız. Sizdə də kimi oldu? Bilmirəm. İnsanlar əsasən depressiyaya girəndə bilmirlərmiş, amma mən deyəsən bilirəm. Girirəm, girməyə doğruyam. Bu niyə belə effekt verir bu? Burada oturmuşam. People watching edirəm. Nə qəşəng çıxır ingiliscə, people watching. Bizdə cəmaata baxırıq. Neyse, şimdi belə cəmaata çox çəkmək istəmirəm. Bir neçə ay sonra belə olacağım. Bəli, buna ümid edirəm, amin. Evdəyəm, gəldim işdən. Yeməyimi yeyib, çayımı içib, biraz dincəlib, danışıq klubuna gedəcəm. Danışıq klubuna yazılmamın birinci səbəbi odur ki, bu aralar çox təklik hiss edirəm. Özümü çox tək hiss edirəm, deyən səhv oldu cümlə. Neysə, unduruq. Və mən İspanca öyrənirəm həm də, amma onu öyrənirəm, bir baza var, amma onu praktika eləməyə, canlı praktika eləməyə adam yoxdur. Mənim İspan dostlarım var, amma onlara ancaq öyrəndiyim şeyləri atıram. Tələffüzlü formasını və yaxud da yazılı formasını onlar məni düzəldir. Bu belədir, o elədir, deyirlər ki, okey, yazıldım. Həm ingilis dilimi bu ara biraz passivdir, onun üzərində çalışacağım. Həm də ki, İspan dili ilə bağlı, amma qorxuram həm də, çünki bildiklərimi unutma riskim var. Bildiklərimi bəlkə də unutmuşam, bəlkə də heç nə danışa bilməyəcəm, amma yenə də neysə bir qulağım da eşitsin. Sizə maraqlı şeyləri çəkməyib, yemək isitməyə getməyimi çəkməyim. Çox güzel. Deməli, mən sizə bu qədər ay yerə gedəcəm deyib, ay maraqlı olacaq. Yəni, vlogu başlama niyyətim o yerlərə gedəndə, o yerləri çəkmək idi. Yəni, danışıq klubuna gedəndə ya 2 dənə rəfiqəmlə görüşəndə, o görüşləri falan çəkmək idi ki, maraqlı bir şeydə. Və tapın nə oldu? Mən hər ikisində də unutdum nəsə çəkməyi. Ben 2 saniyəli bir şey çəkəcəkdim. Aslında böyle bir şey çəkməydim də. Böyle bir şey çəkməməliydim. Yəni 2 saniyə belə göstərib videonu bitirməliydim. Amma hər iki gündə yəni adam ağıllanmazmı? Yəni ard-arda olan günlərdə adam 1 qram ağıllanmazmı da? Yəni hər 2 gündə axşam yatanda yadıma düşüb ki, mən 2 saniyəli bir video çəkməmişəm. Neyse, ama fotolarımız var. Şükür. Fotoları qoyacağım. Prosta ki, danışıq klubunda belə qəşəng belə hər yerin düşdüyü falan vaxtı foto var. Ağzım ayrıq düşüb belə. Neyse, başa sarım ağzımı açıb. O biri normal düşəndə mənim ürəyimcə deyil. Belə sizə danışacağım öz təəssüratlarımı danışıq klubu ilə bağlı. Prosta indi yolun ortasında və əyilib danışıram. Yəni oturmuşam heç amma o günkü yerdə oturmuşam və əyilib danışıram. Cəmaat mənə qəribə baxır. Belə danışaram o şeylərdə. Durub yerimi dəyişmək istəyirdim, amma dedim ki, fuck off. Yəni vecimə deyil artıq. Kim baxır, kim baxmır. Nəysə belə. Deməliyim. Bunun da yəni duruşu pis görsən, nəysə. Hoşum belə. Deməli, mən danışıq klubunu Facebook'da görmüşdüm. Tam baxın. Bilməyəcəm. Fuck off deyəndən 2 dəqiqə sonra
kameraya yansıyan görüntüm. Nəysə, sizə belə danışacağım, çünki bilirəm ki, sonra yadımdan çıxa bilər. Nəysə, deməli, mən danışıq klubuna getdim. Çox belə yaxşı bir, danışıq klubu da deyil, yəni rəsmansa kursun falan deyil, nəysə, yazaram adını falan buralara. Belə bir yerdir ki, hər kəs, hər yaşdan olan da fərqi yoxdur, qoşulursunuz. Hansı dili istəsəz onu praktika edirsiniz, əvvəlcədən qeydiyyatdan keçirsiniz, ödənişi var. Ucuzdur, başqa yerlərə baxanda çox ucuzdur ödənişi. Nəysə, belə. Hoşum keçirsiniz, gedirsiniz, oturursunuz bir masa ətrafında, danışırsınız, praktika edirsiniz. Əgər həmən masa sizin xoşunuza gəlməsə, dəyişə bilərsiniz, başqa masalarda otura bilərsiniz, qayıda bilərsiniz. Heç kəs sizə heç nə demir, elə bir yaş kriteriya şeylərində deyil həmən adamlar ki, belə nəsə desin, hamısı belə olğun, yaxşı, belə hər yaşdan adam var idi, amma yəni, olğundular da, demir heç kəs ki, sən masanı dəyişirsən, belə şeylər eləmirlər. Mən dəyişmədim düzdür, çünki ətrafımda çox yaxşı adamlar vardı. Bəxtimdən çox yaxşı, belə özümün istədiyim, tam istədiyim bir cür masadaydım, insanların ətrafındaydım. Yanımda oturan adam çox belə gentleman idi, digər tərəfdə olan qızlar çox belə yaxşı idilər. Bir qız hətta Şirin Aylı mənə şey elədi ki, sizin YouTube kanalınız var, mən bilirəm. Mən dedim, yes var. Və çox belə qəşəng bir masadaydım, bilmirəm. O bir masaları bilmirəm, amma öz oturduğumdan çox razıydım. İndi belə qayıdırıq, bəli. Nəysə, belə. Bu belə. Oradan fotolar qoyacağım, təəssüf ki, video yoxdur. Video var, əslində bir dənə var, əgər xanımdan istəsəm göndərə bilər. Çəkmiş təşkilatçılardan biri. Sonra nə deyirdim? Deməli, mən bu görüşdüyüm qızlarla çox maraqlı bir tanışmaq hekayəm var. Deməli, mən Şəkidən axırıncı dəfə Şəkiyə getmişdim martda və oradan qaydanda qatarda çox belə qatarla qayıtmağa qərar verdim. İlk dəfə idi qatarla qayıdacaqdım və s. Nəysə, şey oldu. Mənim heç o anxiety, yəni anksiyete deyə bir şeyim olmayıb. Kimlərdəsə olanda həmişə belə şey deyirdim ki, necə bir şeydir görəsən falan. Amma yəni burada musiqinin gücü deyib susuram, sözlərin gücü deyib susuram. Mən hardasa bir həftə, 2 həftə ondan qabaq, ya bütün həftələr boyunca o anxiety ilə bağlı olan mahnını oxuyurdum. Nəysə, bunu oxuyurdum. Yəni evdə öz-özümə xoşuma gəldi sözləri, ritmi falan. Nəysə, bunu oxuyurdum. Və sən dur, ay anxiety, düz gəl mənim o qatar səyahətimdə başda. Ay Allah, içəri girdim, içəri mən düşündüyüm kimi deyildi. Nə bilim, açmağa çalışıram yeri falan. Belə heç nə edə bilmirəm, əlim prosta əsir deyilirdim. Bu iki qız mənə o qədər kömək elədilər ki, orada sakitləş, sumkavı ver, sumkavı qoyaq, bax belə eləyirsən, narahat olma, biz buradayıq falan. Mən şoka düşdüm. Heç vaxt yəni özümüzkilərdən belə bir münasibət görməmişəm açıq, xüsusilə də qızlardan. Və belə çox şoka düşdüm. Belə özümü çox güvəndə hiss elədim, sağ olsunlar. Və bilmirəm onlar olmasa necə olacaqdı. Heç bəlkə yerimi açmadan gedib elə o taxtanın üstündə oturardım da, daha doğrusu da nəsə o yerdə xoşuma gəlməmişdi falan. Nəysə, belə bir şey. Ondan sonra mən biz çatdıq Bakıya və mən şey elədim, onların akkauntlarını istədim ki, mən də onları tamaşaya falan da dəvət edə bilərəm və belə bir ki, həm də necə deyim, belə yaxşı adamları həyatımda qorumaq istəyirəm həmişə. Şimdi nəysə belə biz akkauntlarımızı aldıq filan. Nəysə, mən də bu aralar belə pis idim, yaxşı bir paylaşım eləməmişdim, belə çox nəsə depressiv bir paylaşım eləmişdim Instagramda və onlardan biri mənə, qızlardan biri mənə yazdı, nə olub, necəsən, nə var, nə yox filan. Nəysə, biz görüş təyin elədik, çox sağ olsunlar, o qədər ehtiyacım var idi həqiqətən belə bir görüşə, belə bir toplanıb söhbət eləməyə filan. Belə, yəni onlarla da maraqlı bir, macəralı bir tanışdığım olub. Ona görə istəyirdim çəkim, amma möhtəşəm beynim unutdu. Bəlkə də məndə belə olur həmişə. Nə vaxt ki mən sıxılmıram, nə vaxt ki mən
həqiqətən zövq alıram bir yerdən. Heç yadıma düşmür. Yəni telefon almıram ümumiyyətlə əlimə. Belə bu da yəqin yaxşı mənada yaxşı bir şeydir ki, mən video çəkməmişəm. Bundan sonra 2 saniyə prosta istəyirdim çəkim. Nəysə belə. Bugün sizə daha maraqlı bir şey çəkəcəm. Nihadın fanatları hazır olun Nihadı görməyə. Xəbər yoxdur ki, həftəmi vloqlayıram. Nihad salam deyir YouTube dostlarıma. Uzun illər sonra. Amma dostlar, deyim ki, bu cür periodlar nə qədər ağır olsa da bizə dostlarımızın, tanışlarımızın qədrini bilməyə kömək eləyir. Yəni onlarla niyə dost olduğumuzu bizə xatırladır. Yaxşı ki, var olduqlarını xatırladır. Təbii ki, əsl dostlar və onlar da elə bu cür periodlarda bilinir. Və həmçinin bizə öz qabığımızdan çıxmağa kömək eləyir bu cür periodlar, necə ki mən elədim. Və bu sayədə yeni dostluqlar, yeni tanışlıqlar qazandım. Hansı ki, bəlkə başqa vaxt istəsəm belə alınmazdı, amma bu məqamda, bu şeydə çox belə şad oldum, çox belə bilmirəm, qəşəng belə hisslər yaşadım həmən insanları tanıyaraq və hərdən bizə adi gələn şeylər, olsun yemək yemək, olsun çay içmək, olsun kimləsə söhbət eləmək, bunların da nə qədər dəyərli olduğunu göstərdi. Çünki belə vaxtlarda adam bu şeyləri də istəmir, hətta bəzən. Yəni yemək də istəmirik, çay içmək də, kimləsə danışmaq da, harasa kimləsə getmək də istəmirik, amma bu məqama artıq gəlib çatanda bunların da dəyərini anlayırıq ki, həqiqətən çox qiymətlidir və depressiya düşmədən, adi vaxtlarımızda, yaxud da depressiya təhlükəsi yaşamadan əvvəlki vaxtlarımızda, sonrasında bu cür şeylərin dəyərini bilməliyik. Məncə daha çox bilirik bu şey yaşayandan sonra. Belə dedim, bunu da deyim, ürəyimdə qalmasın. Hey guys, bu nəyə gülürəm, bilmirəm. Parkdayam, skamyada oturmaq istədim, amma hamısı sevgililər tərəfindən tutulmuşdu. Ona görə təkliyimlə birlikdə yerdə oturdum. Çünki bitirmək istəyirəm bu vlogu. Oy, belə, aprel ayı çox da yaxşı olmadı mənim üçün. Yəni necə, istidir, soyuqda bilmirəm heç, həmişə kimi qərarsız. Bilmirəm, yaxşı oldu ya pis, yaxşı çox şey oldu, pis başladı amma. Bəzən olur bizdə ki, bizim ehtiyacımız olur ki, danışmağa, nə bilim nə. Amma bir anlıq hər kəs bizlə əlaqəni dayandırır. Yəni, elə bilin ki, xəbərləşsələr belə bir effekt olmaz da. Yəni, o insanlar, hansı ki, bəzən olur, bəzi adamlar olur həyatımızda, çıxarda da bilmirik niyə qalıb, yəni xətirlərində dəymək istəmir və s. Onlar bizə yazır, məsələn, ayda, niyə yazıb, başqa vaxt deyərik ki, ay, niyə bu mənə yazdı, yazmadı, ay. Amma belə vaxtlarda onları belə axtarıq və onlar belə olmur həyatımızda ki, bizi yazsınlar, nəsə hal əhval tutaq eləyək, söhbət eləyək. Yəni bu ay mənim üçün biraz belə sükut dolu keçdi. Sanki hər kəs sözləşmişdi ki, belə bir an heç kəs yazmasın səbinə, heç kəs danışmasın. Təbii ki, sadəcə aktiv olaraq danışdığım 2 dənə dostum var. Onlar da ki, çox uzaqdadılar. Belə və ümumi olaraq da belə 3-4 dənə dostum var. Onların da 3-ü Şəkidə idi və biri Türkiyədədir. Belə bir hal, belə bir vəziyyət. Yəni əlim çatası bir yerdə deyildi və mən görüşmək istirdim dostlarla. Söhbət eləməyə, görüşməyə ki, mənim bir canlı bir insana ehtiyacım var idi. Prosta danışmaq üçün, dərd yox, ümumiyyətlə söhbət eləmək üçün. Və sağ olsun Aysel Aytən bu belə ağır vaxtda məndən yəni görüşdülər, vaxt ayırdıq bir-birimizə, 3 nəfərdə hər birimiz yəni belə və
danışıq klubunun çox böyük xeyri oldu. Nihat, heç belə gözləmədiyim anda Nihat Bakıya gəldi. Əskərdədir, bilirsiniz, qrup yoldaşım və dostluq, biz həqiqətən belə yaxın dostluq və gəldi, qəfildən gəldi, bir neçə günü gəlmişdi və danışa bilmirəm, niyə bilmirəm. Nəsə görüşməyə təklif etdi və hədsiz sevindim. Ona görə yəni bu üç şey məni bu ay depressiyaya girməkdən qurtardı. Həyatımızda hər birimizin ehtiyacı olur danışmağa, ünsiyyətə, kimlərinsə görüşməyə və yaxud da uzun müddət səssiz qalmağa, uzun müddət heç bir xəbər almamağa. Bilmirəm, bunların hər birinin öz periodu olur, hər birimizin bunlara ehtiyacı olur zaman-zaman. Amma belə vaxtlarda sizə nəyin yaxşı təsir eləyəcəyini prosta görün. O şeyin üzərinə gedin. Məsələn, danışıq klubuna başqa vaxt mənim başıma belə avtomat dirəsəz, getməzdim. Yəni, amma getdim. Timbol mən ora gedəndən sonra dostlarıma dedim, hamısı belə şeylədir. Kimsə tanıyırdın, deyirəm, yox. Kimlənsə getdin, tanış, deyirəm, yox. Tək, deyirəm, yəni belə də. Və necə xarici dostlarıma da danışmışdım, xarici dostlarıma da demişdim. Bizimkilər də hamısının münasibəti yəni eyni cür oldu ki, necə tək getmisən, mən gedə bilməzdim də, ay da nə yaxşı belə eləmisən də, tanımadan nə bilim. Və onlar deyəndən sonra biraz stres bastı, dedim, yaxşı ki getməmişdən qabaq sizə deməmişəm, çünki stres olub getməzdim. Yaxşı ki onlara gedəndən sonra dedim belə. Belə anlarınızda yəni heç vaxt fikirləşməyin ki, bu sadəcə sizə təsir eləyir, sizlə bağlıdır. Bu hamıda olur. Bəzən heç kəsə yazmaq istəmirəm, ən yaxın dostlarıma da. Bəzən amma belə yəni heç dəxlisiz adamlarla danışmaq istəyirəm ki, sırf mən danışım, sırf nə bilim danışmağa, görüşməyə, söhbət eləməyə ehtiyacım olur buna görə. Və kənar amillər deyirlər, bu şeylər də təsir eləyir. Məsələn, iş təsir eləyir, bunları da görmək lazımdır. Həmişə məndə də problem, mənə nəsə oldu və s. bu şeyləri fikirləşmək də lazım deyil. Məsələn, hava mənə çox təsir eləyir. Əslində, belə tutqun havaları falan xoşduram, amma hamısı öz fəslində. Bu ay bilinmədi nə havasıdır, bugün də heç bilinmir nə havasıdır, dünən vəbşi bilinmirdi. Yay gəlsin, biraz isti olanda, biraz gün olanda istər-istəməz adam daha tez toparlanır. Deyə bilmərəm ki, o adam heç pis olmur ayında, heç depressiya yaşamır ya da nəsə olmur, amma daha tez toparlanır ən azından. Yəni gün var, hava yaxşı olur, müəyyən çöllə bağlı nəsə planlar qurmaq olur. Belə yəni, belə sizə uğur arzu eləyirəm. Əgər siz də bu ərəfələr belə pis hiss eləyirdisə, tək deyilsiniz. Nə mən təkəm, nə də siz. Belə nə deyə bilərəm? Kommentlərdə dərdləşmək istəsəz, yazmağa dost axtarmaq istəsəz, buyurub yaza bilərsiniz. Bəlkə dostlar tapdınız ya da mən cavab verə bilərəm müəyyən şeylərə. Ona görə dərdləşməkdən narahat olmayın. Çox sağ olun ki, izləyirsiniz. Çox sağ olun ki, reaksiyalar verirsiniz. Belə, sağ olun, salamat qalın. Gələn görüşlərə dək.